şəxsi inkişaf əsasdır. Vay, vay, vay. Müqayisə. Bu da bizim cəmiyyətdə biraz çox müzakirəyə səbəb ola biləcək bir mövzudur. Niyə? Bir insanı başqasına müqayisə edə bilmək, xalqın uşağı dediyimiz həmin o kəslər. Bizim psixologiyamıza zərbə vuranlar. Kimlərdir bunlar? Bunlar elə bizim özümüzük müəllimlər. Biz şagirdlərimizi, biz yetişdirdiyimiz nəsli başqasına müqayisə eləməməliyik. Nəinki yetişdirdiyimiz nəsli? İnsan psixologiyasına birinin digərinə müqayisə olunması sarsıdıcı bir zərbə vurur. Bu düzgün bir yol deyil. Düzgün müqayisə insanın özünün özünə müqayisə olunmasıdır. Adətən belə adlandırırlar ki, rəqabətdə daha yaxşı öyrənib inkişaf edirlər və sağlam rəqabət. Orada dayanaq. Psixologiyada sağlam rəqabət deyə bir anlayış yoxdur. Rəqabətin sağlamı olmur. Bir insan digərinə müqayisə olunması davamlı inkişafa aparmır. İnkişaf eləyəcəksə də bir yeri qədər. Davamlı inkişafa aparmayacaq. Ən düzgün müqayisə şagirdin özünün, şagird ola bilər, həyatımızdakı hər hansı bir şəxs ola bilər. O insanın özünün özünə müqayisəsidir. Bugünkü sən, keçən il bu vaxt, 5 ay bundan əvvəl bu vaxt ki, sənsə, səndə inkişaf yoxdur. Yox, səndə bir dəyişkənlik görürsənsə, hansısa sahədə əvvəlcə kolacipsini çox istifadə edirdin, artıq